Bugün bağlanmış səhifələrin açılmasına bağlı sırf prosedurun özün izah edən bir video ilə qarşınızdayım. Hansı ki, əgər siz hər hansısa bir mütəxəssisə müraciət etmək istəyirsinizsə, öncəliklə bunu etməzdən əvvəl sizin özünüzün də ata biləcəyiniz addımlar var. Gəlin bundan danışaq, sonra isə keçək prosedura. Deməli belə, hesabınız bağlanıb, siz hesaba daxil olduqda 70%, 80% istifadəçiyə hesaba daxil olduğu zaman etiraz etmək seçimi gəlir. Hansı ki, siz bu etiraz edərək öz hesabınızı heç kimin köməyinə ehtiyac olmadan, əlavə dəstəyə ehtiyac olmadan da aktivləşdirə bilərsiniz. Və böyük əksəriyyətində də bu birinci dəfə uğurlu olur. İndi mən burada misal kimi hər hansısa bir bağlanmış səhifəni yerləşdirirəm. Hansı ki, siz bu bildirişi alacaqsınız səhifəniz bağlandığı an. Baxın, gördüyünüz kimi burada etiraz etmək seçənəyi aktivdir və siz etiraz edərək qısa bir müddət ərzində səhifənizi təkrar aktivləşdirə bilərsiniz. Hansı halda mütəxəssisə müraciət etməlisiniz? Gördüyünüz kimi etirazın nəticəsi qəbul olunmayıb. Bu halda isə sizə mütləqdir ki, professional birindən dəstək alasınız. Düzdür, yəni bir çox metodlar var ki, bunu bəzi adamlar özləri də edə bilir, özləri də bağlanmış səhifələrini qaytara bilirlər, amma anlayışı olmayanlar da çoxdur. Hansı ki, bu işin çətin tərəfidir. Niyə? Çünki siz özünüz etiraz etdikdə və yaxud kimsə etiraz butonundan etiraz edildikdə bir gün, 4 gün ərzində maksimum ola bilər ki, 1-2 saat ərzində də səhifəniz aktivləşə bilər. Amma etirazınız TikTok tərəfindən qəbul edilməyibsə, bu zaman işin müddəti uzanır. Hansı ki, bəzi səhifələrdə bu bir həftəyə, bəzi səhifələrdə bir aya qədər çəkə bilir. Bir şey qeyd edeyim ki, səhifəniz bağlandığı andan 3 ay ərzində, əgər siz onu təkrar aktivləşdirə bilməsəz, həmin o səhifə TikTokun bazasından ümumiyyətlə silinəcək və həmin istifadəçi adınız boşa düşəcək. Və siz əgər başqa bir səhifə açmağa qərar verdinizsə, 3 aydan sonra həmin o səhifənin adı silinəndə bağlanmış səhifənin adını təkrar həmin səhifəyə əlavə edə biləcəksiniz. Belə, əgər sizin də TikTokla bağlı hər hansı bir çətinlikləriniz varsa, bağlanmış hesablarla bağlı və yaxud digər problemlərlə bağlı mənə müraciət edə bilərsiniz.